bir ətdən, bir qandan, bir Allah bəndəsi olan yad olarmı bu qədər? Axı nə oldu bizə birdən-birə? Bir zaman dostluğumuz ayrılmaz tərkib tək. Səmalar ulduzları tək əl çatmaz idi, indi düşmənmi olduq? Bir zaman bütün dərdlərimiz, andlarımız bərabər idi. Bir zaman bu dünyada heç kim, heç nə bizim doğmalığımıza, dostluğumuza mücadilə edib ayıra bilməz deyirdik. İndi bu qədərmi ucuzcılıq oldu bu dostluq? Nə tez unutduq əqidə, xislət dəyərləri, ləyaqət karvanı. Yəni biz bu qədərmi azdıq yolumuzu, bu qədərmi küfür etdik ki, bütün binövrə təməllərin, səttlərin dağıdıb uçurduq. Bir zaman bütün çətinliklərə, sıxıntılara, şeytana lənət deyib həll edərdik. İndi biz iblismi olduq? Çıxış yolun xəyanətdə, düşmənçilikdə mi tapdıq? Rişkənd etdiyimiz davranışlar bizim gerçək həyatımızmı oldu? Halbuki bu dünyada hər şeyə qismət qədər yaşamaq olur.